Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Bu günlər Allah Rəsulunun, Allahın sonuncu və ən üstün Peyğəmbərinin, Həzrəti Muhammed ibn Abdullahın sallallahu aleyhi və alihi və səlləmin doğum günüdür. İlk növbədə bu münasibətlə hər birinizi təbrik edirəm. Allah bizi o Rəsulun ümmətindən qərar verdiyi üçün Allaha minnətdarlıq və təşəkkür edirik və ümid edirik ki, Allah Teala bizi dünya və axirət o Həzrətdən ayrı salmasın inşallah. Allah Rəsulunun doğumu ilə əlaqəli bir çox mövzu və məsələlər var. O məsələlərin biri irhas adlanır. İrhas bir cəhətdən tarixi, digər bir cəhətdən isə kəlami, yəni teoloji bir məsələdir. İstərdim bu məsələ barəsində siz əzizlərlə qısa olaraq müzakirə edəm. İrhas sözünün mənası hər hansı bir şeyi hazırlamaq, hər hansı bir şeyə hərəkət, sövq etdirmək deməkdir. Amma İslam ilahiyyatında irhas sözünün mənası Peyğəmbərlərin həyatları ilə əlaqəli olan, amma onların nübüvvət və yaxud doğumundan öncə baş verən xariqul adə məsələlərə işarədir. Fikrimi bir misalla çatdırım. Təsəvvür edin ki, Həzrəti İsa əleyhissalam dünyaya gələcək və bu öz peyğəmbərliyini insanlara çatdıracaq. Təbii olaraq öz peyğəmbərliyini insanlara çatdırmaq üçün möcüzə göstərəcək. Allah Teala Həzrəti İsa əleyhissalam dünyaya gəlməmiş, insanların ümumən zehnini, onların düşüncələrini bu üstün hadisəyə hazırlayır və deyir ki, yəni dolayı yolla xəbər verir ki, çox önəmli bir hadisə baş verəcək. Nə edir? Məsələn, onun dünyaya gəlməsini başqa peyğəmbərlərdən fərqlidir. Atasız dünyaya gəlir və eyni zamanda kiçik yaşından danışmağa başlayır. Hələ bu peyğəmbərliyini bildirməmişdən qabaq Allah tərəfindən insanlara bildirilən hadisədir. Demək, irhasın mənası bu oldu ki, insanların gələcəkdə peyğəmbərlik iddiası edən ilahi peyğəmbərlərin peyğəmbərliyini qəbul etməyə zehni cəhətdən hazırlaşmış olsunlar. İrhasın bu mənada möcüzə ilə fərqi var. Möcüzə peyğəmbərlik iddiası ilə paralel baş verən hadisədir. Yəni bir şəxs peyğəmbərlik iddiası edir və bu iddia ilə yanaşı möcüzə göstərir. Amma irhas ümumən peyğəmbərlikdən qabaq baş verən hadisədir. Eyni zamanda kəramətlə də fərqlidir. Kəramətdə də peyğəmbərlik iddiası yoxdur. Allah sevdiyi şəxslər kəramət göstərə bilər, amma peyğəmbərlik iddiası etmirlər. Amma kəramət məsələsi daha çox peyğəmbər olandan sonra və yaxud üstün insan seçildikdən sonra baş verir. Amma irhasa dedik ki, zaman etibarı ilə bu həmişə peyğəmbərlikdən qabaq baş verən hadisələrdir. Ümid edirəm ki, bu kiçik müqəddimə ilə biz irhas sözünün anlayışını tam olaraq başa düşdük. İslam ilahiyyatında Peyğəmbər Əkrəmin həyatında müxtəlif irhasların olduğu bildirilir. Ümumilikdə bu irhaslar Peyğəmbərin mövludundan əvvəl baş verən hadisələrdir və yaxud mövludu zamanı baş verən hadisələrdir və yaxud doğumundan Peyğəmbərliyə qədər olan hadisələrə işarə oluna bilər. Demək, üç formadadır. Ya, Peyğəmbər hələ ümumiyyətlə dünyaya gəlməyib, Peyğəmbər dünyaya gəlməyə hazırlaşır, Peyğəmbər dünyaya gəlib və Peyğəmbərliyə seçildiyi günə qədər. Mövluddan əvvəl baş verən hadisələr çoxdur. Bunların ən önəmlisi ki,
Qur'an-ı Kərim buna həm işarə edir. Əbrəhənin ordusunun məhv edilməsidir. Bildiyiniz kimi Əbrəhə adlı bir xristian padşah əmr edir ki, Məkkə dağıdılsın. Allahın, yəni yer üzərində olan qibləsi dağıdılsın və qoşun çəkir. Allah Teala bu evi öz göstərdiyi bir möcüzə ilə, yəni quşlar, dəstə-dəstə quşlar göndərməklə oranı qoruyur. İslam ilahiyyatçıları buyurur ki, bu hadisə ondan xəbər verirdi ki, tezliklə Allahın sonuncu peyğəmbəri gələcək və o bu Məkkəni bir beynəlxalq aləmə çevirəcək. Baxın, Allah Rəsulü hələ doğulmayıb, amma insanların zehnini artıq Allah Teala bu məsələyə hazırlayır. Bu birinci məsələdir və bu barədə müxtəlif digər rəvayətlər də var, hədislər, tarixi göstərişlər də var. İkinci bir məsələ ki, bu dönəmlə əlaqəlidir, hamiləlik dövrüdür. Tarixi qeydlərə əsasən Allah Rəsulunun anası xanım Aminə buyurur ki, mən hamilə olduğum dönəmdə hamiləliyin ağırlığını, çətinliyini heç bir formada hiss etmədim. Təbii olaraq o dönəmdə bütün qadınlar müəyyən bu hamiləlik problemini yaşayırlar, dərmanın və s. falan olmamaqlığı və yaxud azlığı. Amma tarixi qeydlər bunu bizə bildirir ki, Allah Rəsulunun anası heç bir formada çətinliyi çəkməyib. Bu da onu göstərir ki, artıq gələn şəxs önəmli bir şəxsdir. Yəni, adətən bir qadın ki, hamilə qalır, hamiləliyin çətinliyi var. Əgər çətinlik yoxdursa, yəni tam olaraq rahat bir formada hamiləlik dönəmini keçirdirsə, bu gələn şəxsin önəmliyini vurğulayır. Doğumu zamanı baş verən hadisələr. Demək olar ki, İslam ilahiyyatında və İslam tarixində ən çox qeyd olunan hadisələr Allah Rəsulunun doğumu ərəfəsində günü baş verən hadisələrdir. Və heç şübhəsiz siz də bunları eşitmişsiniz. Və demək olar ki, bizim əsas mövzumuz isə elə bu məsələlər idi. Allah Rəsulunun doğumu anı bütün dünyada, kainatda əsaslı hadisələr baş verdi. Bu hadisələrin bir neçəsi bundan ibarətdir. Kisra sarayının eyvanı titrəyir və oradan bir neçə sütun, bəzi nəqillərə əsasən 13 sütun yıxılır. 1000 illər boyu sönməyən atəşpərəstlərin qaladığı atəşxana sönür. Səva gölü tam olaraq quruyur və eyni zamanda Səmavə vadisində uzun müddət qurumuş su yenidən qaynamağa başlayır. Tarixçilərin qeyd etdiyi kimi bu hadisələr Səssani hökmdarı 2. Xosrov Ənişrəvanın sarayında ciddi əks-səda doğurur və müxtəlif münəccimlərə dəvət olunur ki, bu hadisələri təhlil etsinlər. Amma bu məsələnin İslami yönümü, yəni İslam ilahiyyatında bu məsələlər niyə görə müzakirə olunur? Baxın, Allah Rəsulü Məkkədə dünyaya gəlib. Bu hadisələr harada baş verib? Səssani imperiyasında və digər ərazilərdə. An etibarı ilə bu hadisələrin Məkkədə doğulacaq bir uşaqla heç bir əlaqəsi yoxdur. Yəni, haradan bilsinlər ki, bu hadisələr Məkkədə doğulan bir uşaqla əlaqədərdir və bu gələcəkdə Allah Rəsulü olacaq. Yəni, an etibarından yoxdur. Və yaxud hər hansı bir suyun quruması, nəyə görə su quruyur? Məgər bu gələn rəhmət peyğəmbəri deyil, niyə görə özü ilə bu hadisələri gətirir? Bunların həqiqəti bundan ibarətdir ki, həmən şəxslər, yəni padşahlar və o dönəmində siyasi şəxslər bunu tam olaraq gerçəkliyi ilə başa düşürdülər ki, bunların artıq hökumətləri və sürdüyü hökmlər çürüyüb və insanlığın süqutuna yaxınlaşıblar. Və bu gələn şəxs bir müjdəçidir.
Baxmayaraq ki, müəyyən bir yerdə su quruyur, amma bu quruyan su insanlara edilən zülmün nişanəsidir. Digər bir yerdən isə yenidən su canlanmağa başlayır. Bu da ilahi göstərişlər əsasında başlanan bir həyatdır və eyni zamanda dediyimiz kimi doğumundan sonra Allahın vəhini alına qədər dönəmdə də bir neçə irhaslar qeyd olunub. Amma maraqlıdır ki, yəni 15 illik müddətdə bu irhasların sayı digər dönəmlərə nisbətdə azdır. Hər bir halda siz edə bilərsiniz İslam tarixində bu barədə geniş formada mütaliə edəsiniz və bunu bilməyiniz önəmlidir ki, bu irhaslar insanların zehnini peyğəmbərlik məsələsinə və bu gələn şəxsin əzəmətini bildirən tarixi hadisələrdir. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.